Deyir, niyə mənə olmalıdır bu? Niyə mənim başıma gəlir? Bəs kimin başına gəlsin? Sən mən fərqi yoxdur. Hamıya belə olacaq, hamı üçün. İnsansansa sənin başına gəlməlidir. Çətinlikdə yaşamalısan. Çətinlik sənin həyatının zati xüsusiyyətidir. Çətinlik sənin həyatının adıdır. Həyatın adı çətinlikdir. Dünya belədir. Hara getsən göy həmin rəngdədir. Ağac həmin ağacdır. Yer həmin yerdir. Bu dünyanın xüsusiyyətidir, xasiyyətidir. İnşallah əziyyət çəkmərik. Yox, elə bir inşallah ola bilməz. İnşallah çətinlik olmaz sözü yalan sözdür, səhv sözdür. Kim desə bilin ki, Allah'dır sizi. Allah bizi çətinlik üçün yaradır. Odur ki, bizə deyir ki, bu dünyada bu çətinliklərə sinə gəlməlisiniz. Bu həyatın fəlsəfəsidir. Biz niyə yaranmışıq? Xahiş edirəm, gənclərə müraciət edirəm, beyninizə indidən yazın ki, biz çətinlik üçün yaranmışıq. Ki, sabah etiraz olmasın. Biz çətinlik üçün yaranmışıq. Bizim yaşayış fəlsəfəmiz budur. Mehriban Allah buyurur bunu. Bu çətinlik özü onun mərhəmət sığalıdır bizim başımızın üstündə. Çünki bu çətinliyi görmədən, bu həyatı yaşamadan insan əbədiyyətə çata bilmir. Biz insanı çətinlikdə yaratdıq. İnsanın insanlıq dəyəri bundadır. İki cür çətinlik var həyatda. Təqdiri və təklifi. Ya istəyirsən bir şey yoxundur. İstəyirsən amma yoxundur. Qərb çəkirsən. 100.000 manat pul istəyirəm. Çox şey istəyirsən, yoxundur. Yaxud da istəyirsən yanındadır, Allah deyir əl vurma. Sənin haqqın yoxdur onda. Bu iki şey bizdə çətinlik yaradır. Ya istədiyimiz olmur. Burada bir adam dursun ayağa desin, nə istəmişəm olub. İnanmıyorum, yoxdur elə bir şey. Olmur. Ya istəyirik olmur, ya da istəyirik var, deyir baxmaq. Baxmaq haramdır, olmaz. Hər ikisi də çətindir insan üçün. Gərək razı olasan hər iki halda. Bax, danışdığımız riza məqamı, razılıq məqamı budur. Kim olursansa ol, imam ol, peyğəmbər ol, günahkar ol, dindar ol, dinsiz ol. İnsan dünyada yaşayırsa çətinliklərlə qarşılaşır. Əgər belədirsə, niyə narahat olsun, niyə əsəbləşsin? Niyə əsəbləşməlidir insan? Adam əsəbləşəndə adamdan soruşarlar ki, bəyəm nə gözləyirdin ki? Deyəsən, dünya belədir, bir dəfə başa düşəsən. Dünyanın xüsusiyyəti budur. Günah eləsən də, eləməsən də dünyanın qaydası belədir, gərək razı olasan. Söyüş söyməyəsən, ağır söz deməyəsən həyata. Bu nə yaşayışdır, bu nə həyatdır, niyə mən belə? Çünki dünyanın qaydası belədir. Yəni həyatda olacaqlar onsuz da olacaq. Sən razı olasan ya olmayasan. Razı olmamaqla daha da çətin elirsən öz halını, razı olmaqla Allaha özünü sevdirirsən. Allah'ın diqqəti, nəzəri, inayəti sənin üzərində olur. Pis vəziyyətlərə, çətin vəziyyətlərə razı olmaqla Allah'ın xoşu gəlir insan. Bəziləri də elə başa düşür ki, biz razı olanda həyatımız daha da çətinləşir. Sən razı ol, başına gələn hər şeyə razı ol, mən də zəmanət verirəm ki, Allah dualarını qəbul edəcək. Mövcud vəziyyətə razı ol, istə sonra. Bilən ilahi, razıyam razı olmağıma. Amma düzəlsə laf yaxşı olar. Razıyam, şikayət eləmirəm. Səndən şikayətim yoxdur, özümdən şikayətim var ki, mənim tutumum zəifdir, birdən dözmərəm. Onda Allah həll eləyir. Onda Allah tez həll eləyir. Bəziləri pis dua eləyir Allah'ına. Allaha şikayət eləyə dua eləyir ki, niyə belə oldu Allah, bunun həll elədi, axı dözə bilmirəm, axı filan. Bu cür şəkildə insan gərək dua eləməsin. Zarımasın Allah'ın yanında. Razılığını ifadə eləsin. Bismillah, razıyam. Razıyam, amma qorxuram, tutumum zəifdir, sonradan razı olmayam, həll elə. Razılığı ifadə elə, dua elə. İmam Həsən əleyhissalam buyurur ki, Allah'tan nə istəsən verəcək. Allah'ın xəzinəsi tükənər? Yox, nə istəsən verəcək. Duada ümidli olun ki, nə istəsən verəcək. Bir şərtlə ki, mövcud vəziyyətdən razı ola dua eləyim. Belə olsa daha yaxşıdır. Nəinki, bu nə həyatda Allah. Bir dərdimə dərman elə də olmadı ki belə. Belə danışasan, belə danışmamışdı axı, belə danışasan. Biri də var ki, deyəsən mən razıyam, hər şeydən razıyam, amma istəyirəm daha yaxşı olsun. Onda nə istəsən verər. Biz hərdən səhv dua edirdik, ilahi bunun sənin üçün nə çətinliyi var, bu bir dənə şeydir, bunu həll elə gedin. Bu duamı, bu kiçik bir istəkdir. Allah üçün nə böyük, nə kiçik. Bəyən başqaları Allah üçün çətindir, sənin bu hacətin asandır, xeyr. Nə qədər çox istəyirsən istə, hər şey mənim əlimdə.
Oyundu qurmuşam ki, mənlə əlaqən möhkəmlənsin. Məsələ hacətdə deyil, o hacətin həlli bir saniyəlik işdir. Bir anlıq işdir. Mühüm olan budur ki, hacətlər əsas deyil. Mühüm olan sənin halındır. Mənə sənin halın lazımdır. Yoxsa ki, o hacətlərin yüzünü bir anın içində həll eləyərəm. Razı ol, ged Allahdan istə, Allah verəcək. İstisna hallar olur, məsləhət olmur, istisna hallardır. Bəzən biraz ləngidir, biraz gecikdirir, amma yenə də verir çox vaxt. Vermədiyi hallarda istisnalardır, bunu yaddan çıxartmayın. Bizim dualarımızın çoxu məsləhətə görə qəbul olmur, çoxu bizim qəlbimizin lazımı halda olmadığına görə qəbul olmur. Yoxsa çox dualarımız tez qəbul olur.